Dördüncü qrupun əlavə yarım qrup elementində P elektronlar bütün elektronların 48%-ni təşkil edir. Dördüncü qrup əlavə yarım qrupda, məsələn, başdan yaza geçsəm 1s2, 2s2, p6, 3s2, 3p6, 3d, x, 4s, y şəklində yaza bilərəm. Yəni, söhbət əlavə yarım qrupdan gedirsə, bizə düşən tərinə. Baxın, burada belə deyək, P elektronların sayı 6 burada var. 6 neçə eləyir? 12. Deməli, 12 bizdə neçə faizdir? 48%-dir deyir. P elektronların sayı. 100% nə qədərdir? X-dir. Biz bunu tapmalıyıq. X buradan neçə eləyəcək? X buradan eləyəcək 12'ye 4 dəfə az 25. X-imiz eləyəcək 25. Deməli, X 25-dirsə, bunun elektron formunu yazanda 3D5, 4S2 şəklində yazırıq. Bütün elektronların normal halda cütləşməmiş elektronları. Deməli, burada cütləşməmiş elektronlar sadəcə D-də var. 1, 2, 3, 4, 5. Deməli, 5 dənə təkimiz var. Burada 4S-də qoşadır. Yəni, 5 dənə təkimiz varsa, 5 dənə təkimiz neçə faizini təşkil edir? X. Normalda ümumi 25-də 100-dürsə, buradan X neçə eləyəcək? 20%. Cavabımız D variantı.